Assalamu alaykum, hörmətli televizor көрgüçiler. Yaxşımsızlar. Dünya Uyghur Qurultayı Tor televiziyasının günlük xəbərlər proqramısıga həmminglar xuş kəpsizlər. Mən İftixar Abdurşid. Bugün seyşənbə. Hörmətli görürmənlər, tövəndə diqqətinizlər günlük xəbərlər proqramımızın təfsilatıda bolsun. Dünya Uyghur Qurultayı, Kanada Uyghur Haqlarını Qoğdaş Təşkilatı və Uyghur Kişilik Hüquq Quruluşunun sahibxanlığında uyuşturulğan Uyghur məsələsi boyunca xalqaralıq qanun muhakimə yığını 3 iyul günü Kanadanın Köbək rayonundakı Almy şəhərində başlandı. Dünya Uyghur Qurultayının rəisi Dolquna isə Qurultay İcraiya Komitetinin rəisi və Uyghur Kişilik Hüquq Quruluşunun direktoru Ömər Qanat, Qurultay Qanun Komitetinin müdiri və Kanada Uyghur Haqlarını Qoğdaş Təşkilatının rəisi Məhəmməd Toxta əpəndilərinin bivasitə riyasətçiligində çağırılğan və Uyghur Qanun Munbiri deyə atalğan məzkur yığınğa hər qaysı əllərdə Uyghurlar məsələsi boyunca tədqiqat edib beriyotgan çət əllik qanunşünaslar, advokatlar, Kanada parlamentinin bir qism əzaları, hökumət əməldarları və xalqaralıq kişilik hüquq təşkilatlarının məsullarından olub, köp sanda yuqori dərəcəlik ərbab təklif qılındı. Bu Uyghur Milli Hərəkətimiz tarixida çət əldə ötküzülgən tuncu qitimli qanun muhakimə yığını olub hesablanıdı. 3 iyul günü Kanada Köbək ülkəsinin Almy şəhərində çağırılğan Uyghur Qanun Munbiri yığınının içiliş murasimiga Köbək partiyasının lideri Bulangshay əpəndim, Köbək rayonunun Kanada Federal parlamentidagi 6 nəfər parlament əzası, Köbək ülkəsinin ministri, Almy şəhərinin şəhər başlığı, şundaqla hər qaysı əllərdən kelgan tonulğan qanunşünaslardan olub, köp sanda yuqori dərəcəlik ərbab qatnaşdı. Dünya Uyghur Qurultayının rəisi Dolquna isə Qurultay İcraiya Komitetinin rəisi və Uyghur Kişilik Hüquq Quruluşunun direktoru Ömər Qanat, Qurultay Qanun Komitetinin müdiri və Kanada Uyghur Haqlarını Qoğdaş Təşkilatının rəisi Məhəmməd Toxti, Qurultayının bayanatçısı və Qurultay Ayollar Komitetinin müdiri Zümrətay Erkin, Kanada Uyghur Haqlarını Qoğdaş Təşkilatının proqram yetəkçisi Qayyum Masimov qatarlıqlardan tərkib tapqan sahibxan heyəti yığını qatnaşqan əziz mehmanlarını qızğınlıq bilan kütüb aldı və onlarga Uyghur doppusini təqdim qildi. Dolquna ise Ömər Qanat, Məhəmməd Toxta əpəndilər yığının içilişida qılğan sözlərdə Uyghurlarını yaxından qollab kelgan Kanada Federal parlamentinin əzalarına və Dünya Uyghur Qurultayı tərəfindən başlatılğan qanuni hərəkətə yaxından maslaşqan və onu qollagan qanunşünaslarga, advokatlarga, bütün Şərq Türkistan xalqı nomidan alayda rəhmət etdiganligini, shundaqla bu qitimqi yığınның çağırılışı üçün fürsət yaratıb bergan Köbək өлkəlik hökumətə və Almy şəhərlik hökumətə alayda minnətdarlıq bildirdiganligini ifadə qilishdi. Məzkur yığın 7 ayının 6 günügacha davam qiladi. Xitoyning Sharq Turkistonda Uyg'urlarni asos qilgan Turkiya xalqlari qarta yurgizayotgan irqiy qirg'inchiligi va insoniyatga qarshi jinoyatlari dunyoga oshkorlangan va Uyg'ur irqiy qirg'inchiligi bir qism parlamentlar va hukumatlar tomonidan rasmiy yo'sinda qabul qilingandan keyin Dunyo Uyg'ur Qurultayı irqiy qirg'inchilikda javobgarligi bo'lgan Xitoy amaldorlari ustidan va Uyg'ur majburiy emgak chetishlik bo'lgan hukumat organlari va chet el shirkatlariga qarshi qonuniy harakat boshlatgan edi. Şu qatarda Dünya Uyghur Qurultayının ərzi və təşəbbüsü bilan 2020 yılı 9 ayının 3 günü Londonda Uyghur Sot kollegiyası quruldu və eyni çağda Mərkəzi Gollandiyadakı Xalqara Adalet Divanıda sabiq Yugoslaviya prezidenti Milosevichni sotlagan dünyaga məşhur sotçu, xalqara qanun sahəsində yuqori inovatga ega şəxslərinin biri Jeffrey Nice əpəndi Uyghur Sot kollegiyasının baş sotçusu boldu. Uyghur Sot kollegiyasının tuncu qitimliq ispat anglaş yığını 2021 yılı 6 ayının 4 gündən 7 günügacha. İkinci qitimliq ispat anglaş yığını bolsa 2021 yılı 9 ayının 10 gündən 13 günügacha. 3 qitimliq ispat anglaş yığını bolsa 2021 yılı 27 noyabr günü Londonda muvaffaqiyatli halda çağırıldı. Bu 3 qitimliq ispat anglaş yığında Şərq Türkistanlıq və çət əlliklərdən olub 70-dən artıq kişi guvahlıq berdi. Yəni 500 nəfərdən artıq kişi yazma guvahlıq berdi. 2021 yılı 12 ayının 9 günü Uyghur Sot kollegiyası Londonda hüküm elan qilish yığını çağırıb, Xitoy hökuməti Uyghurlar qarta irqiy qirg'inchilik və insoniyatga qarshi jinoyat yurgizyotidi deb hüküm chiqardi. Arqadanla Dünya Uyghur Qurultayı Uyghur məcburi əmgəkiga chetishlik mahsulotlarının import qilinishiga ko'z yumganlik sabablik Angliya Tamojna idorasi, Angliya Ichki ishlar ministerligi qatorliq hukumat organlari ustidan Angliya sotiga arz sundi. Dünya Uyghur Qurultayının təşəbbüsü bilan Mərkəzi Berlindəki Avropa Asasi Qanun və Kişilik Hüquq Mərkəzi Uyghur məcburi əmgəkiga chetishlik deb qaralğan Germaniyaning Volkswagen, Mercedes-Benz və BMW qatarlıq dünya dağlıq 3 cho'ng avtomobil şirkəti ustidan Germaniya Federatsiya İqtisad və Eksport Kontrol İdarəsiga arz sunuldu.
Dünya Uyghur Qurultayı bilan Uyghur Kishilik Huquq Qurilishining Sharq Turkiston xalqiga qarta irqiy qirg'inchilik va insonlik qarash jinoyat yurgizayotgan Xitoy hokimiyati va bu xil qirg'inchilikqa bevosita qo'mondonlik qilayotgan Shi Jinping boshchiligidagi Xitoy amaldorlari ustidan hozirlab chiqqan arznamasi 2022 yil 17 avgust kuni Dünya Uyghur Qurultayining raisi Dolqun esa Qurultay ijroiya komitetining raisi va Uyghur Kishilik Huquq Qurilishining direktori Ömer Qanat, Qurultayning Angliyadagi advokati Michel Polak va Qurultayning Argentinadagi advokatlari Gabriel Cavallo va Juan Nietolardan tarkib topgan arzdorlar hay'ati tarafidan Buenos Airesdagi 12 kishidan tarkib topgan Argentina federal sotchilar hay'atiga topshirildi. Bu qitim Kanadada chaqirilgan Uyg'ur qonun munbir yig'inining asosiy maqsadi yuqoridagi qonuniy harakatlarning doirasini texnik kengaytirishdan iborat. Yig'in boshlanishdan burun stansimizning telefon ziyoratini qabul qilgan Qurultay Qonun komitetining mudiri va Kanada Uyg'ur haqlarini qo'g'dash tashkilotining raisi Mehmet To'xta apandim muhojirat tariximizda tunji qitim chaqirilayotgan mazkur yig'inning asosiy maqsadi haqida ma'lumot berib, tuvandikilarni bayon qildi. Sharqiy Turkiston masalasining qonuniy zemini va bu qonuniy zemina bo'yicha ilgarilaydigan yo'l xaritasi mushular belgilandi. Shunlashqa favqulodda muhim qarindoshlarning duolarini so'raymiz muvaffaqiyatli bo'lishimiz uchun. Nurg'un xalqaro qonun mutaxassislari bizga shu masala muhim bo'lg'achqa 4 kun vaqtini bizga beryapti. Hech qanday haq talab qilmay, ba'zilari Angliyadan kelyapti, Amerikadan kelyapti, Kanadaning har qaysi yerlardan kelyapti. Bu shu insonlarning hammasining soati necha yuz ming dollarlik ishlaydigan insonlar. Aşula, şu vatanımızın şu meselesi ko'ngil bo'lgani uchun şu 4 gün vaqtini bizga ajratyapti. Bu yani buni eskartishimning sababi ba'zi vaqtda biz o'zimizning davosiga 1 soat ajratolmaymiz, ammo boshqa millatlar shunchalik qilyapti, shunchalik yuqori o'rindagi insonlarmi. Shunlashqa qarindoshlarimizning uzluksiz qo'llab berishini, qarindoshlarimizning bu haqida bir duoda bizning muvaffaqiyatimizga duo qilishini so'raymiz. Faoliyat tugagandan keyin inshaalloh e'lon qilishga tegishli ba'zi yo'l xaritalari va muhim moddalarni jamoat bilan o'rtoqlashimiz. Ichki qismda nim qiladigan narsalarni ichki qismda yana uning safarbarligini suylash ishlarini davom qilib turamiz. Inshaalloh yaxshi bir faoliyat bo'ladi. Hammanglarga rahmat. Her qaysi ellardagi Uyg'ur tashkilotlarimiz 5-iyul Urumchi qirg'inchiligining 14-yilligini har xil shakldagi faoliyatlar orqali keng ko'lamda xotirlashga hozirlanmoqda. Dünya Uyg'ur Qurultayi markaziy ishxonasining stansimizga bildirishicha, 5-iyul Urumchi qirg'inchiligining 14-yillik munosabati bilan 5-iyul kuni Qozog'iston va Qirg'izistonlarda Urumchi shahidlarini yod etish nazar faoliyati o'tkaziladi. Kanada Sharq Turkiston jamiyatining uyushtirishi bilan 5-iyul kuni Torontoda Amerika Uyg'ur birlashmasi bilan Uyg'ur kishilik huquq qurilishining uyushtirishida Washingtonda Sharq Turkiston Avstraliya jamiyatining uyushtirishi bilan Adilay shahrida, Avstraliya Uyg'ur jamiyatining uyushtirishi bilan Sidney shahrida, Yaponiya Uyg'ur jamiyatining uyushtirishi bilan Tokyo shahrida namoyish o'tkazildi. Dünya Uyghur Qurultayı Vakfı, Uyghur Akademiyasi va Sharq Turkiston tadqiqot vakfining uyushtirishida 5-iyul kuni Anqarada axborot e'lon qilish yig'ini, Xalqaro Sharq Turkiston tashkilotlar birligining uyushtirishi bilan Istanbuldagi Xitoy konsulxonasi oldida namoyish va axborot e'lon qilish yig'ini o'tkazildi. Yevropada bo'lsa, Yevropa Sharq Turkiston birligining uyushtirishi bilan 5-iyul kuni Myunxen shahrida, Angliya Uyg'ur jamiyatining uyushtirishi bilan Londondagi Xitoy elchixonasi oldida, Norvegiya Uyg'ur komitetining uyushtirishida Oslo shahrida, Fransiya Uyg'ur jamiyatining uyushtirishida Paris shahrida, Belgiya Uyg'ur jamiyatining uyushtirishida Bryussel shahrida, Shveysariya Uyg'ur jamiyatining uyushtirishida Berlin shahrida, Avstriya Uyg'ur jamiyatining uyushtirishida Viyana shahrida namoyish o'tkazildi. 5-iyul Urumchi qirg'inchiligining 14-yilligini xotirlash faoliyati tunji bo'lib, 3-iyul kuni Shvetsiyaning poytaxti Stockholm shahrida elib berildi. Shvetsiya Uyg'ur birligining uyushtirishi bilan 3-iyul kuni Urumchi shahidlarini yod etish muhokama yig'ini o'tkazildi. Dünya Uyg'ur Qurultayining bu vaqtda e'lon qilgan chaqiriqnomasida mundaq deb ko'rsatildi. Aziz qarindoshlar, vatan ichidagi xalqimiz shuncha zo'r besim, tahdid va qirg'inchiliklarga pisand qilmay, butun millatimizning erkinligi va hurligi uchun aziz jonlarini qurbon qilyotdi. Dahshatli qarang'u zindonlarga va nozik kamplarga mahkum bo'lyotdi. Shunga biz erkin davlat yashayotgan barliq Uyg'urlar vatan ichidagi xalqimiz bilan bir tan, bir vujud bo'lib, ularning qayg'usiga o'rtoq bo'lishimiz lozim. Milliy g'ururingizni, vijdoningizni, vatanparvarligingizni va iymoningizni sinaydigan payt keldi. Shahidlarimizning haqqi hurmati uchun hech qanday bahona sabab ko'rsatmay, dunyo miqyosida elib beriladigan 5-iyul Urumchi qirg'inchiligining 14-yilligini xotirlash faoliyatlariga aktivlik bilan qatnashishga g'ayrat qiling.
Dünya Uyghur Qurultayı qurulgan 2004 yıldan buyan Qurultay merkezi organi Yevropadagi Türk teşkilatlarından ve chet ellardagi Uyghur qarindoshlarımızdan qurbanlıq toplash ve toplangan qurbanlıq pulni dunyoning har qaysi ellardagi qurbanlıq qilish imkoniyati bo'lmagan ve qiyinchilik ichida yashayotgan qarindoshlarimizga vakolatan yo'llab berish kampaniyasini har yil izchil davomlashtirib keldi. Bu yilmi yana Qurultay merkezi organi toplangan 160 qurbanlıqni Tayland, Pakistan, Qozog'iston, Qirg'iziston, O'zbekiston qatorliq ellardagi qarindoshlarimizga qurban hayitdan burun yo'llab berdi. Bu vaqtda istansimizning maxsus ziyoratini qabul qilgan Dünya Uyg'ur Qurultayi Diniy ishlar komitetining mudiri Mutallib Qurban apandim bu vaqtda ma'lumot berib tuvandiklarni bayon qildi. Assalomu alaykum qarindoshlar. Hammalarning qurban hayiti qaydir muborak bo'lsin. Amalar xabar topgandek bu yilmi Dünya Uyg'ur Qurultayi Diniy ishlar komitetining safarbarligi va tashviqoti bilan qurbonlik yig'dik. Ya'ni dunyoning har qaysi joylarida yashayotgan qiyinchilik qolgan Uyg'ur qarindoshlarga yordam qilish uchun. Bu yil 160 tane qurbonlik yig'dik. Bu yordamni qilganlar ichida tabiiyki bizning Uyg'ur qarindoshlarimiz, vatandoshlarimiz bor. Uning dışında yana bir qancha Türk teşkilatları mı yardım konusunda. Bu 160 tane kurbanlık dünyanın başka devletleri yaşayotgan qarindoshlarımızga yetkazildi. Bu devletler içinde Tayland, Qozog'iston, Qirg'izistondagi qarindoshlarimiz, O'zbekiston, Pokiston, Afg'oniston, Hindiston, shunaqla Turkiya va Germaniyadagi qarindoshlarimiz bor. Yana Uyg'ur qurultayininki tunishtirishi bilan bir qancha Türk teşkilatı bevosita Qozog'iston, Qirg'iziston va O'zbekistondagi Uyg'ur oilalari bilan ko'rishib, bu oilalarga qurbonlik go'shtini yetkazdi. Shu munosabat bilan shu yordamiga kuch qilgan, yordam qilgan butun qarindoshlarimizga hammalarga rahmat aytamiz. Alloh amallaringlarni qabul qilsin, oilanglarga sog' salomatchilik, baxt ato qilsin. Rahmat. Uyghur Hareketi Teşkilatı'nın rəhbəri Ruşan Abbas xanım ve Uyghur Tədqiqat Mərkəzinin direktoru Abdulhakim İdris əpəndilərinin 29 iyun gündən itibaren Germaniyada başlatqan bir yürüyüş fəaliyyətləri davam qılmaqda. Dünya Uyghur Qurultayının rəisi Dolquna ise Qurultayının bayanatçısı ve Qurultay Berlin İşxanasının direktoru Gayr Qurban, Amerikada aktiv fəaliyyət elib beriyotgan Uyghur Hareketi Teşkilatı'nın qurğucu rəisi Ruşan Abbas ve Uyghur Tədqiqat Mərkəzinin direktoru Abdulhakim İdrislərdən tərkib tapqan Uyghur heyəti Amerikanın Germaniyada turuşluq baş elçisi Uyghur dostu Ami Gutman xanımның məxsus təklifi bilan 29 iyun günü Amerikanın Berlindəki baş elçixanası tərəfindən ötküzülgən Amerika Müstəqillik gününü təbrikləş bayram fəaliyyətində qatnaşqan idi. Amerikanın Berlindəki elçixanası və Frankfurtdakı konsulxanasının orunlaşdırışı bilan Uyghur Hareketi Teşkilatı'nın rəhbəri Ruşan Abbas xanım və Uyghur Tədqiqat Mərkəzinin direktoru Abdulhakim İdris əpəndilər 30 iyun günü Germaniyanın Heidelberg şəhərindəki Mədəniyyət Mərkəzi zalında German ziyalilərə Şərq Türkistan xalqı duch kelayotgan irqiy qırğınçılıq toğrusida doklad təqdim qılğan idi. 3 iyul günü Uyghur Hareketi Teşkilatı'nın reisi Ruşan Abbas, Uyghur Tədqiqat Mərkəzi direktoru Abdulhakim İdris, Dünya Uyghur Qurultayı Berlin İşxanasının direktoru Gayr Qurbanlardan tərkib tapqan heyət, Germaniyadakı Nopozluq Ahal Springer Erkinlik Fondunun direktoru Antti Shipman, Germaniya Federal Cumhuriyeti Dini Erkinlik Komissarı Frank Schwab, Germaniya Federal Cumhuriyeti Tashqi ishlar komitetining reisi Mikhail Roth qatorliqlar bilan ayrim holda ko'rish ilib berib, ular bilan Uyg'ur irqiy qirg'inchilik masalasini cho'rdigan holda suhbatlar ilib bordi. Hörmətli görürmənlər, yuqorida diqqətinizə günlük xəbərlər proqramımızın təfsilatını sunduq. Kelər qıtımlıq sanımızgacha görüşkiç aman bolğaysızlar. Stansiyamızın YouTube kanalına əza oluşunu unutmayın. Xeyir xoş.